Salam uşaqlar, hər vaxtınız xeyir, hər birinizi salamlayıram. Necəsiz? Canlı yayımda istədim biraz təkrar edək, təkrara yol verək, yer verək daha doğrusu. Testə izah hər olacaq. Salam, salam. Keçək vaxt itirmədən testlərin izahına. Maraqlı testlər izahı olacaq. Biraz canlı yayına geç çıxmışam, amma inanıram ki, izləyicilər gələr. Bax, ilk sualımız bu şəkildə. Belə bir sual. Deyir ki, radiusu 5 sm olan çevrənin ən böyük vətərini tapın. Həm sabahki OTK imtahanına dəstəkdir, həm də buraxılış blok imtahanına. Bax, birinci belə bir sual. Radiusu 5 sm olan çevrənin, bax, qəşəng sualdır. Ən böyük vətəri soruşulur. Ən böyük vətəri. Radiusu 5 sm olan çevrənin ən böyük vətəri soruşulur. Bax, imtahanlarda, xüsusən də sınaqlarda bu formada suallar çox təklif olunur. Radiusu 5 olan çevrənin ən böyük vətəri. Baxanda şagirdə biraz qəribə gələ bilər də. Radius verilib ən böyük vətər. Amma burada diqqət yetiriləsi bir əsas önəmli bir məqam var. Nədir o? Deyir ki, radiusu 5 olan çevrənin ən böyük vətərini tapın. Burada demirəm vətərini tapın. Vətərini tap desəydi, sual biraz yarımçıq olardı. Amma burada ən böyük vətəri soruşulur. Cavab, izah. Siz ona cavab yazın, mən də sizin üçün növbəti bir sual hazırlayayım. Qəşəng sualdır. Radiusu 5 olan çevrənin bizdən ən böyük vətəri soruşulur. Sual elə çətin sual deyil, hətta deyərdim şifahi sualdır. Bəli. Deyir, radiusu 5 olan çevrənin ən böyük vətərini tapın. Ümumiyyətlə, çevrə dairə mövzusunda istənilən bir şagird, yəni çevrə dairə mövzusunu öyrənmək istəyən şagird bilməlidir ki, çevrədə ən böyük vətər diametrdir. Çevrənin sonsuz sayda vətərləri var. Amma ən böyük vətər, o vətərlər içərisində ən böyüyü diametrdir. Tutardı 7. Yəni, diametr, çevrədə, dairədə diametr bərabərdir ən böyük vətər. Ən böyük vətər. Tutardı. Bax, bu şəkildə. Çevrədə diametr ən böyük vətərdir. Yəni, ən böyük vətər soruşulmurdu. Yəni, diametri soruşulur. Sadəcə çevrənin diametri. Radius verilibsə, diametr 2L-dir. 2 vurulsun 5, bərabərdir 10 cm. Həmən bu çevrənin ən böyük vətəri 10 cm olur. İndi uşaqlar, istəm üçbucaqla bağlı bir çox şagirdlərin, belə deyək ki, bir balada çətinlik çəkdiyi bir məsələ var, ona toxunmaq istəyirəm. Elə də belə çox belə çətin, belə fantastik məsələ deyil, amma şagirdlərə doğrudan da gərəkli bir məsələdir. Deyir ki, tərəfləri 7 və 15 olan bərabər yanlı üçbucağın perimetrini tapın. 49 nömrəlidir burada. Tərəflər 7 sm və 15 sm olan bərabər yanlı üçbucağın perimetri soruşulur. Diqqət, qəşəng məsələdir. Tərəfləri 7 və 15 sm olan bərabər yanlı üçbucaq. Üçbucağın perimetrini deyir tam. Biz bura baxıb görürük ki, kimsə deyə bilər ki, üçüncü tərəf hanı bərabər yanlıdır. Amma burada bərabər yanlı üçbucağı necə gəldi qura bilmərik. Əvvəla biz bilməliyik də, bərabər yanlı üçbucaq hansı üçbucaqdır? İki tərəfi bərabər olan, istənilən üçbucaq bərabər yanlı üçbucaqdır. Deməli, burada ya bu şəkildə ola bilər, diqqət, ya ola bilər, belə olsun. 7, 15, elə deyilmi? Ya da bu şəkildə ola bilər, onu da burada qeyd edilmir. Ya da belə ola bilər də, 15, 7, elə deyil. Aydın oldu, bu şəkildə ola bilər. Ya ola bilər 7, 15, ya da ola bilər 15, 7. İndi biz bunlardan hansını götürərik? Hansı ki, üçbucaq bərabərsizliyini ödəyir. Aydın oldu.
Hansı ki üçbucaq bərabərsizliyi ödəyir. Çünki üçbucağın var olmasına səbəb üçbucaq bərabərsizliyidir. Üçbucaq bərabərsizliyində mövcuddur. Əks halda elə bir üçbucaq yoxdur. Üçbucaq bərabərsizliyi biz dəfələrlə burada dərsində demişəm, YouTube kanalımda da var. Üçbucaqda istənilən tərəf digər iki tərəfin cəmindən kiçik fərqinin modulundan böyükdür. Elə cəmindən kiçik olmağı kifayətdir burada. Məsələn, burada birinci üçbucaq bərabərsizliyini ödəmir. Əgər ödəmirsə, belə bir üçbucaq yoxdur da. Elə deyil. Çünki üçbucaqda istənilən tərəf digər iki tərəfin cəmindən kiçik olmalıdır. Amma burada o məsələ yoxdur, ödənilmir. Çünki 15 kiçik deyil, 15 kiçik deyil 7 ilə 7-nin cəmindən. Görə bilirsiniz? Ona görə ödəmir bunu. Tərəf, istənilən tərəf digər iki tərəfin cəmindən kiçik olmalıdır. Amma bizdə kiçik deyil də, 15 kiçik deyil. Deməli, belə bir üçbucaq yoxdur. Birinci haldan əlimizi üzdük. Keçdik bura, burada ödəyir. Bax, 15 bu ikisinin cəmindən kiçikdir. Sonra 7 digər ikisinin cəmindən kiçikdir. Bu üçbucaq bərabərsizliyini ödəyir. Ödəyirsə, qutardı 7. Tapaq da P bərabərdir. Bunların cəmi 2 vurulsun 15 üstə gəl 7. Hesablasaq alırıq 37. Bu üçbucağın perimetri oldu 37. Bu belə. Növbəti belə bir məsələ. Kökdə 5 ədədinin kəsr hissəsi soruşulur. Bax, deyir ki, kökdə 5-in kəsr hissəsini tap. Kəsr hissəsi. Bu dərs də mühüm dərsdir. Qəşəng də dərsdir. Çox şagirdin, deyərdim ki, həm də xoşladığı dərsdir. Kökdə 5-in kəsr hissəsi səndən soruşulur. Ədədin tam və kəsr hissəsinin tapılması. YouTube kanalımda demişəm, izahı var, girib izləyə bilərsiniz. Yəni, bizdən soruşulur, bax bu, kökdə 5 bərabərdir sualı. Biz bilirik ki, ədədin kəsr hissəsini tap. Bu ədədin kəsr hissəsinin işarəsi də bu şəkildə göstərilir. Ədədin kəsr hissəsini tap desə, onun özündən çıxır tam hissəni. Bu, tam ədədlərdə, rasional ədədlərdə kəsr hissəni tapmaq asandır. O düstur elə də tətbiq edilmir. Amma o düstur daha çox tətbiq edilir irrasional ədədlərin kəsr hissələrinin tapılmasında. Ona görə də bəzən o düsturu mən şagirdlərə yazdığında deyirəm ki, irrasional ədədlərin kəsr hissəsinin tapılması. Çünki irrasional ədədlərin kəsr hissəsinin tapılmasında bundan çox istifadə edilir. Nədir? İstənilən ədədin kəsr hissəsini tapdıqda, indi daha çox irrasional ədədlərdə karımıza gəlir də. Özündən çıxırsam tam hissəni. Baxın uşaqlar, irrasional ədəd gördünüz, irrasional ədəd. Yenə deyirəm, özündən çıxıram tam hissəsini. Bu düstur irrasionalda daha çox lazım olur. Fikrim çatdı. Yəni, sizə irrasional ədəd desə, kök 6 ilə bağlı, kəsr hissəsini tapın, bu düsturdan istifadə etməlisiniz 100%. Bu bərabərdir. Kəsr hissə bərabər, özü çıx tam hissəsi. Bizdə söhbət nədən gedir? Kökdə 5-dən gedir də. Eyni düsturu tətbiq edək kökdə 5-ə. Yəni, kəsr hissə kökdə 5 bərabərdir. Özü, yəni kökdə 5, çıxılsın tam hissə kökdə 5 bərabərdir. Yəni, kökdə 5-in kəsr hissəsini sən tapmaq istəyirsənsə, bu kökdə 5-in özündən çıxırsan, onun tam hissəsini. Kökdə 5-dən çıxıram, kökdə 5 minus, kökdə 5-in tam hissəsi şifahi tapılır da, 2 tam nə qədərdir? 2 tam nə qədərdirsə, tam hissə 2 tam nə qədərin tam hissəsi 2-dir də və bu şəkildə də qalır. Yəni, kökdə 5-in kəsr hissəsi, bax, bu ədəddir. Kökdə 5 minus 2 ədədidir. Aydın oldu. Bəzən sosial şəbəkələrdə rastlaşırıq, bu ədədlərin kəsr hissəsinin tapılması üçün praktik üsullar deyirlər.
sizi inandırım ki o praktik üsulların heç birisi səmərəli deyil və heç yadda da qalmır. Aydın oldu. Tapmaq olur. Praktik usul ümumiyyətlə yaxşı bir şeydir. Baxır nədə, harda, necə. Elə hər praktik usul da səmərəli deyil. Bəzən yenə deyirəm, bax bu irrasional ədədlərin kəsr hissəsinin tapılması üçün belə əndirəbadi usullar yazırlar, amma o usulların heç birisi də yadda qalmır, lazım deyil. Bu belə. Sadəcə bu şəkildə bilin bəsinizdir. Yəni irrasional ədədin kəsr hissəsini tap desə özündən çıxın tam hissəsini. Qalan başqa bir nəyəsə ehtiyac yoxdur. Aydın oldu. Bu belə. Növbəti nisbətən bir çətin sual yazıram. Diqqət. Nisbətən. İndi bəlkə də bilənlər olar. 4AB bərabərdir. 4AB bərabərdir. 5AC bərabərdir 6BC. Deyir ki, A bölünsün B bölünsün C nisbətini tap. Həlli. Qəşəng sualdır. Paralelogramın sahəsi haqqında yazın. Baş üstə yazacağım. 4AB bərabərdir 5AC bərabərdir 6BC verilib. Deyir ki, A bölünsün B bölünsün C nisbətini tapın. Qəşəng sualdır. Siz bunu fikirləşin. Mən də düzəliş verim. Onsuz da qarışıqdır. Hər formada yazarıq. Nə qədər çatdırdıq. Sonrası da ki, aydındır da. Uşaqlar, arada ekranları da bəyənin də. Hər birinizdən xahiş edirəm. Ekranları bəyənin. Ekranı bəyənməyəndə canlı düşür aşağı. Canlı aşağı düşməyi motivasiyamızın da aşağı düşməyidir. Qəşəng sualdır, hə? Deyir ki, 4AB bərabərdir 5AC bərabərdir 6BC olarsa, A bölünsün B bölünsün C nisbətini tapın. Kim nə ideya verə bilər? Buyuraq elə. Bir maraqlı bir yanaşma. Necə yazaq? Şəxsini yazırsan. Burada yazdı. Mən olsa canlıyım. Mən heç belə şəxsiyə baxmıram, qaldı. Burada yazar rəy yerinə. Bir də mənə həlli lazım deyil ki, yolum dedim, qutardı, getdi. Yaxşı, deyim özüm. Bu biraz qarışıq məsələdir. Usulları çoxdur, bilmirəm. Bax, misal bu şəkildədir. Deyir 4AB bərabərdir 5AC bərabərdir 6BC. A bölünsün B bölünsün C nisbətini deyir sən tap. Nisbətini tap. Burada nə edirsən? Bunun ən yaxşısı, ən belə qəşəngi nədir? Hər tərəfi, bu bərabərlikdir də bu. Hər tərəfini götürüb ABC hasilinə, yəni ABC-yə bölürsən. Qutardı. Bununla da bu misalın belini qırırsan. Doğrudan nisbətən çətin misaldır. Sizə sınaqlarda falan düşə bilər. Topluda belə suallara rast gəlməmişəm. Amma qəşəng sualdır bu. Bunu verib səndən A bölünsün, B bölünsün, C nisbətinizi. Bunu sadəcə olaraq hər tərəfini götürüb ABC-yə bölürsən. ABC-yə bölən kimi ondan sonra hər şey hazırdır. Baxaq bura. Gəlin göstərək burada. Bunu bölüm ABC-yə. 4AB bölünsün ABC bərabərdir. 5AC bölünsün ABC. Bu da bərabərdir. 6BC bölünsün ABC. Aydın oldu. Bunun hər tərəfini böldüm ABC-yə. İxtiyarım çatır da bölməyə, bəli. Ondan sonra ABC-yə böləndə bu AB-lər gedir, qalır 4 bölünsün C. Bu da bərabərdir.
Burada da AC-lər gedir, qalır 5 bölünsün B. Burada da BC-lər gedir, qalır 6 bölünsün A. Gördünüz nə qəşəng bir yerə gəlib çıxdıq. Bundan sonra hazırdır. A bölünsün B bölünsün C nisbəti. Törəmə tənasüblərdə olduğu kimi. Necə hərəkət edirik? A bölünsün B bölünsün C bərabərdir. A böl B böl C. Nə olacaq? 6 böl 5 böl 4. 6 böl 5 böl 4. Və salam, bizdən bu soruşulurdu. Qurtardı getdi. Aydın oldu. Yenə də nisbətən çətin sualdır, amma vərdiş yaradın da özünüzdə. Bu verilmişdi. Bu ABC bölən kimi qurtardı getdi. Bu belə. Yenə deyirəm, sual verə bilərsiniz. Haqqınızdır ki, sual verəsiniz ki, ay müəllim, bu bizim ağlımıza vərdişdir də, riyaziyyat ümumiyyətlə elm vərdişdir də. İndi səndə bu vərdiş yaranır, başqa bir misalda artıq səndə artıq təcrübə var da, yaza bilərsiniz. Belə. Növbəti bir qəşəng sual gəlir. Növbəti bir qəşəng sual gəlsin də. Bax, çoxhədli ilə bağlı çox möhtəşəm bir sual var. Çoxhədlidə deyir ki, Px bərabərdir. Çoxhədli. Px bərabərdir. X üstü n plus X üstü n plus 12 bölünsün n. Üstə gəl x üstü n minus 3 üstə gəl 5. Belə bir Px bərabərdir. X üstü n plus 12 bölü n x üstü n minus 3 plus 5. Deyir, bu bir polinomdur. Polinomdur. N'lərin cəmini deyir tapın. N'lərin cəmi bərabərdir suala. Bu da qəşəng sualdır. Super sualdır. Px bərabərdir. X üstü n plus 12 bölü n. X üstü n minus 3 plus 5 polinomdur. Əvvəla belə bir sual vermə. Polinom nədir ümumiyyətlə? Biz riyaziyyatda nəyə polinom deyirlər? Hə? Riyaziyyatda biz nəyə polinom deyirik? N həddin cəmi, yox. Bəli. Çox hədliyə. Yadda saxlayırıq. Çox hədlinin başqa adı polinomdur. Aydın oldu. Bunun bir özü bir bilikdir, öyrən, yadda saxla. Çox hədliyə ümumilikdə bəli, polinom deyirlər. Mən bunu bilərəkdən yazdım bura ki, sizə də bir bilik çatdırım da. Görürsünüz, çoxu bilmir deyə. Bilməmək normaldır da, eşitməmisiniz. Amma indi eşitdiniz, bildiniz. Yadda saxlayırıq bu andan, bu saatdan etibarən. Riyaziyyatda polinom deyəndə çoxhədli nəzərdə tutulur. Əslində polinom ümumi anlayışdır. İndi çoxhədli də orada gedir də. Aydın oldu. Polinomdur, yəni ki, çoxhədlidir, qurtardı. Deyir, bu ifadəsi polinomdur. N'lərin cəmini tapın. Çoxhədlidə üst ya 0 olur, ya da natural ədədlər olur. Çoxhədlidə üst ya 0 olur, ya da natural ədəd olur. Və bunu bir dəfəlik yadda saxlayırıq. Çoxhədlidirsə üst ya 0 olur, ya da natural ədəddir. Birinci bunu bilməlisən ki, n minus 3 nə ola bilər? 0-dan böyük bərabər olmalıdır. Razısan? Bəli. Çünki dedim ki, çoxhədlidirsə, çoxhədlidə üst ya naturaldır, ya da 0-dır. N minus 3 böyükdür, bərabərdir 0. Buradan alıram ki, n böyükdür, bərabərdir 3. Aydın oldu. Bunu yadda saxlayıram. Bu bir yaddaş. Bu qalır yadımda. Aydın oldu. Yəni, n 3-dən böyük bərabərdir. Amma necə? Natural ədədlər. N burada kəsr ədəd falan ola bilməz. Keçirəm bura. N plus 12 bölünsün n-ə baxaq. Bura baxaq. Diqqət.
Bunun hər birini n-ə bölürəm. Olacaq n üstə gəl 12 böl n. İxtiyarım çatır da bölməyə. Kəsirdi də. Götürüb hər birini böldüm. Axı bu çoxhədlidir. Çoxhədlidirsə bu üst natural olmalıdır. Yəni 12 n-ə tam bölünməlidir. 12 n-ə tam bölünməlidir. Ay başa dönüm. Yazırsan 25-dir cavab. Xahiş edirəm bir dəfə yazdın ya 2 dəfə yazdın qurtardın. Yəni axırda onsuz da bilərik də düzdür, səhvdir. Eyni şeyi yazırsınız ora. Səhifə üçün problem yarar. Sonra səhifə düşür spama, izləyici sayı düşür. Bax görürsünüz. Bir dəfə yazdım, 2 dəfə yazdım, qurtardı. Arda yazsın. Cavab 25-dir. Cavab 25-dir. Nə düzəlir? Bir dəfə yazdım, uzağı 2 dəfə yaz, qurtardı. Bəli, haqlısan. Bax belə yazın, adam desin hə. N-ə böldüm, burada diqqətsiz eləmişdim. N-i n-ə böləndə 1 üstə gəl 12 bölün. Əhsən. 12 n-ə tam bölünməlidir. Bu tam bölünür 3 nöqtədir. 3 nöqtə yəni tam bölünür deməkdir. 12 n-ə tam bölünməlidir. 12-nin bölündüyü ədədlər hansılardır? Naturallar olmalıdır. 12-nin bölündüyü ədədlər 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, bir də 12-dir. Belə deyil. 12-nin tam bölündüyü ədədlər 1-dir, 2-dir, 3-dür, 4, 6, 12. Amma burada biz diqqətli olmalıyıq. Elə necə gəldi götürə bilməzsən. Sən götürdün n-i 1, 2, 3, 4, 6, 12. Amma sən burada şərt almısan. Diqqət, bax daha. Burada görə bilirsən. Burada sən şərt almısan ki, n 3-dən böyük bərabər olmalıdır. N 3-dən böyük bərabər olmalıdırsa, bunlar ola bilməz. Deməli, n olacaq, bax bu. 3, 4, 6, 12. Fikrim çatdı. Bəzən şagirdlər belə də yanaşırlar. Necə? Necə? Götürür, burada tapır 12-nin bölünür. Burada da yerinə yazır. Bu şərti məsələn heç yazmır. 1 qoyur yerinə mənfi ola bilməz, 2 ola bilməz, 3-dən sonra başlayır olmağa. Bunların da cəmi soruşulur. 3 üstə gəl, 4 üstə gəl, 6 üstə gəl, 12 bərabər. Hesablayaq da. Deməli, 3 bu da 4, 7, bu da 6, 13, bu da 12, 25. Cavab oldu 25. O bayaqdan 25 yazan var idi. Bu da arda yazırdı. Yenə yazır. Niyə yazmırsan? Yuxum gəlmir, bilmirəm. Eyni yuxum gəlmir də. Ona görə yatmıram. Sən niyə yatmırsan bala? Mənim bildiyim, mənim yenə ola bilər indi 4 nəfərə də olsa bir xeyrim dəyir burada. Ona görə yatmıram. Bilirəm ki, yatmıram, təsəlli verirəm ki, yatmasam da belə bir xeyirli işlə məşğulam. Sən hansı məzhəbə qulluq edirsən? Sən niyə yatmırsan? Növbəti möhtəşəm bir dənə misal. Dərs edirəm və kod yazıram. Mən indirəm burada. Nanay oxuyuram. Mən də dərs keçirəm də. Kök altda 2003 vurulsun. 2003 vurulsun 2015. Üstə gəl 36. Bax, bu ifadənin qiyməti soruşulur. Qəşəng sual. Bax, belə bir sual. Moderator yoxdur deyən yerdə ki, mən kimisə moderator verməyəndə incir, arda yazırlar. Moderator verin, moderator. Moderator kimi vermir, çıxır gedir. Adi vaxtlarda canlıdadır. Ortada görünmür. Başınızı çəkə bilərsiniz. Çəkərəm. Daha sənsən də.
Zəhmət deyilsə. Qəşəng. Qalmışdı da. Bu zəhmət deyilsə qalmışdı da. Elə biraz tez oldu. Elə bir balaca tez oldu. Kök altı 2003, vurulsun 2015, üstəgəl 36. Bax, bu formada suallar. Bu formada suallar. Deyir ki, bunu hesablayın. Cavab 0'dır. Onu sənə kim dedi? ...2009 yazan nətər tapdın? Qəşəng suallardır. İrrasional, belə deyək də, kvadrat köklərlə bağlı çox rast gəlinən sual tiplərindən biridir. Bax bu. Kök altı 2003, 2015, üstəgəl 36 hasilini tapın. Bunu vurub hesablayanlar var. 6 kökdə 2, bəli, əhsən, möhtəşəmsən. 6 kökdə 2 bəsdir. Yazaq da bunu, qəşəng sualdır. Bunu biz necə yazırıq? Diqqət, bunu biz necə yazırıq? 2009 deyil ki, belə olmalıdır. Kök altda bəli, əhsən. Bir dəfə yazdın, qəşəng. 2003, 2015. Bunu yazırıq bir dəfə. 2009 minus 6. Bir dəfə də yazırıq 2009 plus 6. Üstəgəl 36. Bərabərdir. İxtiyarım çatır yazmağa. Qəşəng sualdır. Diqqət. 2003 vurulsun 2015'i. Bu şəkildə yazıram. Mənim buna ixtiyarım çatır yazmağa. Çox möhtəşəm sualdır bu. Bu suallar bir balaca şagirdlərdə problem yaradan suallardır. Topluda, sınaqlarda, nə bilim, çox rastıza gələn sualdır. Əsas burada bu şəkildə suallar gördünüz, beyninizdə yadda saxlayın ki, hardasa 99% hallarda, 100 deməyək, kvadratlar fərqinə görə gətirirsən. İndi onu necə gətirirsən, özün bilməlisən. Bəzən deyirlər, bunların cəminin yarısı bölü 2 hesablayırsan. 2006 çıx 2009 çıx 6, 2009 üstəgəl 6. Doğrudan da belədir. Baxaq bura. 2009'u hardan aldıq? Hardan aldıq deyən yerdə ki, özün o qədər işləməlisən, bilməlisən də bu fərqi necə yazar. Amma bəzən belə də yazmaq olur da. Topla 2'ye böl. Aydın oldu. Topla 2'ye böl, çıx 2'ye böl, onların fərqini yarat. 2009 çıx 6, 2009 üstəgəl 6. Üstəgəl 36. Bu bərabər kök altdan. Sonra nə olacaq? Sonra bu a minus b, a plus b də görünmür burada. Diqqətlə bax, görərsən, bax. Bura qədər gəlmirsən. Ən çətini bura qədər gəlməkdir. Bunu fərq bir də cəm şəklində göstərməlisən. Amma ondan sonrası elə bitməyib. A minus b-ni a plus b-yə vuranda birincinin kvadratı çıx, ikincinin kvadratı da iki ifadənin fərqi vurulsun cəmi. Onların kvadratları fərqi deyilmi? Olacaq birincinin kvadratı, yəni 2009'un kvadratı. Çıx 6'nın kvadratı, yəni 36. Üstəgəl 36. Bərabər. 36'lar gedir. Mənfi 36, 36. Qalır 2009'un kvadratı. Bundan da kök çıxır 2009. Vəssalam. Bu misalın cavabı 2009'dur. Aydın oldu. Burada sizi çaşdıran bu hasili necə yazmaqdır. Onu da deyirəm də, topla böl 2'ye burada yaz. Elə bir ki, birinci topla böl 2'ye yaz, ikinci də çıx böl 2 yaz. Yəni olur bu şəkildə. Aydın oldu. Bu da belə. Növbəti indi funksiya ilə bağlı qəşəng bir sual yazıram. Görüm kim tapır.
funksiya ilə bağlı bir qəşəng sual yazıram, görüm kim tapır. Bir dəqiqə, inşallah biraz ekranı bəyənin də. Bu ekranı bəyənmək, günorta canlı yayında kim var idi? Ekranı bəyənmək yox idi. Əsəbləşdim, canlının yarıda bağladım, çıxıb getdim. Funksiya ilə bağlı bir qəşəng sual. Bax, deməli, belə bir funksiya. Y-in asıllığı x-dən. İki, 5. Sonra 2, 3. 2, 3, 3. Ne danışırsan? 3, 2. Sonra da gəlir bura 5, mənfi 2. Bax, funksiya ilə bağlı çox qəşəng bir dənə sualdır. Bu sualı həll edən şagird hardasa bir funksiyada nəsə bilir deyə bilərik. Düzdür, heç bir sual etalon deyil, amma nisbətən etalon suallar da var da. Sən funksiya ilə bağlı, sən bunu yaza bilirsənsə, deməli sən funksiya ilə bağlı nəsə bilirsən. Bax bura. Belə bir funksiya verilib. Y-in asıllığı x-dən. Funksiyanın qrafiki bax budur. Demək, 2, 5, 2, 3, 5 mənfi 2. Bax, bu şəkildə də var idi testdə. Bunu deyirsən ta. Qəşəng sualdır. Bunu sən ta. Bu qrafik verilib sənə, deyir ki, f, nə bilim, nə. Bunu sən tap. Qəşəng yazıb, foto nədir? Sən bunu bilməlisən. Funksiya mövzusu kim tam bitiribsə, funksiya mövzuyu, uşaqlar, bu imtahanda düşən bir sualda, mən bunu elə belə nə bu işarəni mən kəşf eləmişəm, nə də bunu özümdən yazıram. Bu sualdır. Hansısa şagird funksiya mövzusunu tam bitiribsə, bunu bilməlidir. Bu yəni yeni bir şey deyil, funksiya mövzusunda olan bir şeydir. Funksiya mövzusunda olan bir şeydir. Mən də bu sualı yazıram bura ki, elə həvəslə yazdım bunu bura. Dedim ki, təkrar olacaq, çoxu bilmir. İzah edeyim də onda. Hələ ki, cavab gəlməyib. Uşaqlar, mənə fikir verməyin, mən gedirəm, gedirəm bu tərəfdə əsnəyirəm, sonra gəlirəm. Çünki mən bugün səhərdən axşama qədər keçmişəm. Nasıl necə yorğunam, dəhşət. Dedim, bir saat başdır. Buyurun, lövhə sizindir. Lövhə zaten mənimdir. KX plus B düsturunu açırıq. Elə bir sual deyil. Amma nə bilim, funksiya mövzusunu siz keçmişsinizsə, bunu siz bilməlisiniz. Deyim də, qulaq asaq bura, həlli. Amma uşaqlar, doğrudan bu bir dənə sualda çox möhtəşəm biliklər əldə edərsiniz. Bu elə belə sual deyil. Buna kompozisiya deyirlər də, sonra gəlib çıxır mürəkkəb funksiya. Bax bura. Bu sualı qoyduq bir qırağa. Bir anlıq, hardasa 1-2 dəqiqəlik bu sualı elə bir ki, yoxdur. Bütün diqqətlər mənə. Bir dənə qulaq as, öyrən. Bu işarəni də öyrənəcəksən, funksiyanı da öyrənəcəksən və üstəlik bu sualı da məhv edib gedəcəksən. Getməzsən bu sual gedəcək. Bax bura. Riyaziyyatda belə bir yazılış var. F, J. Belə deyək də, F, J deyək bu şəkildə.
Bu yazılışa F və G-nin kompozisiyası deyirlər. Riyaziyyatda adı bu şəkildədir. F və G-nin kompozisiyası. Bunu gördünüz, bu belə yazılır. F, G, X. Aydın oldu. Birdən bu şəkildə gördünüz. Məsələn, F bir dənə G, sonra bir dənə də məsələn deyirəm də bir H. Bu necə yazılacaq? F, G, sonra H. Aydın oldu dediyim. Hamısı bu şəkildə gedir. Buna deyirlər F və G-nin kompozisiyası və yaxud da mürəkkəb funksiya. Yəni sənin öyrəndiyin mürəkkəb funksiyadır. Aydın oldu. Bir yerdə olanda bu şəkildə yazılır gedir. F, G, H bir yerdə olan hamısını bu şəkildə yazırsan. İndi bunu tətbiq edirik bura. Səhvdir. Nəyi səhvdir? Yoldaş Paşayev. Paşa Paşayev. Yazmısan səhvdir. Nə səhvdir? Bax bura. F, bir də F, bir də F3 bərabərdir. Bu funksiyaların nəyidir? Bunu niyə belə qəlizləşdiriblər? İşarə qoyublar da buna. Niyə qəlizləşdiriblər deyil axı. Nəmi danışıram da. Hə, danış ev yox. Pulsuzdur da. Bir dənə yaxşı sözlərdir. Nə istəyən danış. Bunu necə yaza bilərsən? Bax, görürsünüz, bunların hamısının kompozisiyasıdır və bir yerə yığılır. Olacaq F, sonra yenə F, yenə F3. Aydın oldu. Bax belə. Yazmaq olar da. Elə deyil. F, F3. Elə bil ki, bunu tapırsan da. Bunun başqa forması budur. Buna deyirlər funksiyaların kompozisiyası, mürəkkəb funksiya. Mürəkkəb funksiya nədir? Funksiyaların sayı 2 və daha çox olanda artıq gedir mürəkkəb funksiya. Hə. Özümüzü qorxutmuruq. Yavaş-yavaş. Bax, sual belə də verilə bilər sizə, belə də verilə bilər. Bu da siz şagirdlərdə bir balaca həyəcan yaradır, amma yaratmamalıdır. Hissə-hissə tapırsan. Bax, F, sonra yenə F. Bu F3'ü görə bilirsən gizlənib burada. Bax bura. F3'ü görə bilirsən. F3'ün yerinə mən nə yazıram? F3 nədir? Funksiyanın 3-dəki qiyməti. Asan sual yazanda rəy yerinə çox başlayır yazmağa. Bu suallar asandır. Keç çətinə. Özdə keçin də demirlər. Keç çətinə sifariş verir. Çətin yazırsan, deyir bu nə suallardır? Bu imtahanda düşür ki. Mən neyim bala? Neyim? F3 nədir? Funksiyanın 3-dəki qiyməti. Qayıt bura. 3-də funksiyanın qiyməti neçədir? 2. Görə bilirsən, bax daha. 3-də funksiyanın qiyməti 2-dir. Onda bu F3'ün yerinə nə yazıram? 2. Gördünüz, bir pillə düşdü aşağı, azaldı. Sonra F. Qayıdıram, yenə bu F2 gizlənib burada. F2. F2 qayıdıram bura. F2 nəyə bərabərdir? 5'ə görə bilirsiniz. Bax, daha F2 5'ə bərabərdir. F2'nin yerinə yazdım 5. Gördünüz, bu boyda eybəcər bir misal axırda gəldi, hara çıxdı? F5'ə. Yenə qayıdıram funksiya. F5 nədir? 5'dəki qiymət. Bax, daha. Gör neçədir? -2. Qutardı. Və beləliklə bu test tapşırığının cavabı oldu -2. Bir sualın içində nə qədər şey öyrəndik? Mürəkkəb funksiya öyrəndik, funksiyaların kompozisiyasını öyrəndik və axırda da bu sualın özünü öyrəndik. Aydın oldu. Bu da belə. Nə rahat oldu. Ay, işləmə. Bu belə. Növbəti bax, modul bərabərsizliklə bağlı belə bir misal. Belə bir misal. Modul 2x üstə gəl 3 kiçikdir, bərabərdir x minus 2 modulda. Modul 2x plus 3 kiçikdir, bərabərdir. Modul x minus 2 deyil, bu bərabərsizliyi həll edir. Sonra ekranları bəyənin, onsuz da demirəm. Çünki onsuz da bəyənmirsiniz. Hər birinizə təşəkkür edirəm. Bəyənmədiyinizə görə bu şəkildə də qalsın.
Çünki canlı nə vaxt açılıb, siz bəyənmirsiniz, elə də zəif bəyənirsiniz, canlıda 100-dən çox izləyici var. İndi gör bəyənmə sayı çoxalsa, gör nə qədər izləyici olacaq. Bəyənmirsiniz də, nə deyim? O hansı filmdə deyir, biz nə edə bilərik? Ağa bala, bəyənmirsiniz də. Barmağım qırıldı, qırılmaz. İndiyə qədər ekran tıklamaqla kimisə barmağı qırılmıyor. Modul 2x plus 3 kiçikdir, bərabərdir. Modul x minus 2 deyil, bu bərabərsizliyi həll edə. Orada 17k yox, nə bilim, 100.000 olmalıdır. Buyurun, nə deyə bilərsiniz? Bir ideya, bir təkan. Biraz çox oldu. Çoxaldıqca niyə keyfiyyət azalır? Necə yazaq bunu? Nə deyirsiniz? Nə təklif irəli sürürsünüz? Bəli, əhsən. Bu user təklif edirəm ki, siz yazasınız. Təklifiniz qəbul olub, zarafat edirəm. Təklifiniz qəbul olundu. Zaten mən yazacağam. Bax, bu bərabərsizlik, bu formada bərabərsizliklər. Bu formada bərabərsizliklər. Modul bərabərsizliklərdə çox rast gəlinir. Yadda saxlayırsınız. Yadda saxlayırsınız. Nəyi yadda saxlayırsınız? Ümumiyyətlə, modul fx kiçikdir modul gx. Gördünüz. Gördünüz. Belə. Kvadrata yüksəldirsən gedir. F kvadrat x kiçikdir j kvadrat x. Bax, bundan istifadə edirsən. Aydın oldu. Bax, bu şəkildə bərabərsizlik görəndə, yəni modul fx kiçikdir modul gx gördün. Dərhal kvadrata yüksəlt, hər tərəfi getsin. Niyə? Buna haqqın çatır, ixtiyarın çatır. Ona görə ki, zaten ədədin kvadratı, onun modulunun kvadratı eyni anlayışdır. Bəs böyük şərt olsa, böyük şərt hansı böyük şərt? Eyni şeydir. İstəyir böyük olsun, böyük bərabər olsa ona da uyğun böyük bərabər olacaq. Yəni onun fərqi yoxdur. Ya burada bərabər olsun, ya böyük bərabər, ya kiçik bərabər, fərq etməz. Hamısında eynidir. Aydın oldu. Ona görə də bəli, kvadrata yüksəltmə olacaq. Bu şəkildə bərabərsizliklər görəndə düşünmədən kvadrata yüksəldin getsin. Düşünmədən. Yüksəlt kvadrata, sənin canın qutarsın. Əslində kvadrata yüksəltmək ümumidir burada. Bu tənlikdə də keçir burada. Sadəcə bərabərsizlikdə daha effektivdir ona görə. Yüksəldək kvadrata olacaq 2x üstəgəl 3-ün kvadratı. Kiçikdir, bərabərdir x minus 2-nin kvadratı. Aydın oldu. Sadəcə bax bu şəkildə həll edirsən. 2x plus 3-ün kvadratı kiçikdir, bərabərdir x minus 3-ün kvadratı həll edirsən. Və başlayaq. A plus B-nin kvadratı düsturunu tətbiq edirik. Necə tətbiq edirik? Birincinin kvadratı 4x kvadrat. Üstəgəl hasilinin 2 misli. 12x-ə. Üstəgəl 9 kiçikdir, bərabərdir. X-in kvadratı çıxılsın 4x üstəgərək 4. Aydın oldu. Üstəgərək 4. Bunları hamısını keçirirəm bərabərsizliyin sol tərəfinə. Yəni
4x kvadrat üstəgəl 12x üstəgəl 9 işarə dəyişiləcək də minus x kvadrat plus 4x minus 4 kiçikdir, bərabərdir 0-dan. İndi bunu həll edək. Bu tərəfə gəldi 3x kvadrat. 4x kvadratdan x kvadrat çıxdı. 3x kvadrat üstəgəl 16x üstəgəl 5 kiçikdir, bərabərdir 0. Səhv eləmədik ki. Haradasa səhv eləməmişik. Bu kimdir? Allah. Bu nə smaliklərdir? Hə. Bu nə smaliklərdir bala? Gecənin bu yarısı. Sənin yox boy girsin. Ürəyimiz partladı bizim. Kvadratlar fərqinə yazmaq olar. Bəli, bəli. Mən də yazdım da gecənin bu vaxtı beyin qalır. Səhv eləmədik haradasa. 4x kvadrat üstəgəl neçə? 12x. Üstəgəl 9x kvadrat 4x4 çıxdı. Bu tərəfə 3x kvadrat 16x plus 5 kiçik bərabərdir 0. 3x və 5-i parçalayaq da. Canavarzadır biz parçalayaq. İndi həll edək bunu. Tapaq da bunu. Köklərini tapaq da. D bölü 4 ilə tapaq da. Çünki bura cütdür ona görə. D bölü 4 ilə tapsaq olacaq 64 minus 15. Hə? 49 hə? 49. Onda x1, 2 bərabərdir. Mənfi 16, mənfi 8 plus minus 7 böl 6. Bir kökü x1 bərabərdir. Mənfi neçə olacaq? Mənfi 8 plus minus 7 bölünsün. 6 niyə? 3. D bölü 4-də 3 olur. Hə. Mənfi 5. O biri də olacaq. Demək, mənfi 8 o da 7. Mənfi 3-də 1. Bu oldu belə. Mənfi 5, mənfi 3-də 1-də. Səhv eləməmişiksə. Kiçik bərabərdir 0 köklərin daxilində olacaq. Mənfi 5-dən mənfi 3-də 1-ə hər birini alır parça. Hər birini alır parçada. Bu da belə. Növbəti həndəsə ilə bağlı çox super bir dənə məsələ gəlir. Gecənin bu yarısı. Həndəsə ilə bağlı. O kökləri yarıya bölmə usuludur da. D bölü 4. Kökləri yarıya bölmə usulu ilə tapılır da. Uşaqlar, yayında 9-cu sinif şagirdləri varmı? Rəy yerinə yazaraq görüm nə qədər 9-cu sinif şagirdi var. Canlı yayında bir dənə rəy yerinə yazın. Onsuz da ekran bəyənmirsiniz, rəy yerinə yazın. Həndəsədə möhtəşəm bir dənə məsələ gəlir. Çox super. Sən 11-sən, lap əla. 11 də olar, problem deyil. Sadəcə sinifinizi yazın da, sinif. Məsələn, 11 sənsə yaz 11, 9 sansa yaz 9, 10 sansa yaz 10. Ay sizi dəcəllər. 11-lər çoxdur ki burada. Mən elə bilirəm 9-lar burada çoxdur. Nə mışıl-mışıl iştirak edirlər, qəşəng. Mən gözləyirdim ki, çoxu 9-dur. Əməli başda 11-dir ki. 11, hamısı 11, sonra. İmtihana az qaldı, hə, 11-lər. 9-u məsələn haradasa başa düşmək olar ki, 9-un buraxılışı qutardı, 9 biraz qalır qırağada. Amma 11 elə deyil axı, 11-də ikinci mərhələ də başlayır. 11-də məsuliyyət 1-ə 5 artır. Ən yaxşısı 11 imtahanını başa salın. 11 imtahanı deyə bir şey yoxdur axı. Zaten ümumi 11-dir. 9-lara düşən 11-lərə də düşə bilir də. 11 üstünlüyü təşkil edir. Mən gözləmirdim. Elə belə soruşdum. Mən dedim ki, mən 9-lar çox olan. Səndə mən 11-lər daha çoxdur.
9-cun imtahanı nə vaxtdır? Sən əgər 9-cu sinifsənsə, mənim sənə sözüm yoxdur. Heç də demirəm, bu qalsın ürəyimdə. 9 deyilsənsə, imtahan vaxtını neymirsən? 14 fevralda müəllim, 14 fevralda dərs olar. Yaxşı, 14 fevralda nə olar ki? Dərs olanda, nə olur? Bərabər yanlı üst bucaqda. Söhbət buradan gedir. 14 fevral hara, dərs hara? Bir yaxşı söz deyəcəm, da demirəm. 14 fevralda dərs hara deyən adam burada neynir? Get 14 fevralı keçir. Əgər həqiqətən sən 14 fevrala belə sayğı ilə yanaşırsansa. Söhbət burada gedir bərabər yanlı üst bucaqdan. Deyir ki, bərabər yanlı üst bucaqda. Biz də belə bir bərabər yanlı üst bucaq çəkirik. Çəkək də. Bərabər yanlı üst bucaqda A, B. Belə sual verən uşaqlar mən dərsdə nəyə bənzədirəm? Oxumayan uşaqlar var. Dərsdə bir mövzu açır özündən. Bərabər yanlı üst bucaqda söhbət burada gedir ABC bərabər yanlı üst bucaqda. Çox məşhur qəşəng məsələdir. Artıq ağıl öyrədir. Məsləhət verir. Deyir ki, dərs olmazdı mənim. Dincəlməsən inkişaf mümkün deyil. Sən get dincəl də nə edirsən burada? Mən də sənə onu başa salmağa çalışıram da. O bir ara bir trend de deyildi, bir çəkiliş vardı, qısa sujet deyir. Birinə sual verirlər ki, əskərlik haqqında. Deyir ki, yaxşı olan da əskərlikdən qalar, nə bilim nə. Axırda ona sual verirlər ki, əskərlikdə olması deyir yox. İndi sən də belə, mənə istirahətdən də deyirsən. Özün də buradasan. Sən get dincəl. Bizim işimiz var hələ. Bərabər yanlı üst bucaqda AB AC-yə bərabərdir. AB bərabərdir AC. Hə, düzəldim bunu. AB AC-yə bərabərdir. Demək, deyir ki, bərabər yanlı üst bucaqda biz də çəkdik. ABC bərabər yanlı üst bucağında AB AC-yə bərabərdir. Elə çəkməlisən, burada olmalıdır. AB bərabərdir AC. Sonra gör nə deyir? Deyir ki, tangens bucaq A. Tangens bucaq A 4-də 3-dür. 4-də 3-dür. Tangens bucaq A 4-də 3-dür. Tangens bucaq B-ni sən tap. Bax, belə bir qəşəng məsələ. Qəşəng. Əla. O vaxtı oxumusan, indi başa düşmüsən ki, çox oxumaq lazım deyil, düzdür. Müəyyən müddət keçəndən sonra haçansa vaxt gələcək, başa düşərsən ki, indi də burada belə deməyin heç lazım deyilmiş. Onu o vaxtı başa düşəcəksən. Səndə üstündən 2 il keçir axı. 2 ildən sonra bilərsən. Ona görə mən sənə heç də demirəm. Nə istəyən yaz. Baxın, qəşəng. Sən 2 il bundan qabaq qurtardın. Sən buradakılara dəstək olmaqdansa, nə bilim, bir xoş söz deməkdənsə, indi uşaqdır da, istəyir ki, nə bilim, universitetə daxil olsun. İndi hələnin bir arzusu var da. Ona qalsa, mən də bilirəm ki, mən də bu yolu keçmişəm. Demək, nədir? Ona onun gözü ilə bax da. Sən yaşamısan, onu deyirsən. O da yaşayacaq. Səbirli ol da. Belə bir ABC üst bucağı verilib. Deyir ki, A bucağının tangensi 4-də 3-dür. Diqqət, ABC üst bucağı bərabər yanlı üst bucaqdır uşaqlar. Bax, bu üst bucağı bərabər yanlı üst bucaqdır. Amma necə üst bucaqdır? AB AC-yə bərabərdir.
A bucağının tangensi 4'də 3'dür, B bucağının tangensini tapın. 3 bucaq yenə deyirəm. Bərabər yanlı çox qəşəng bir sualdır. Qəşəng bir sualdır. Yenə deyirəm, belə suallar yaranır. Çox olur, rəylərdə yazırlar. Artıq da o suallar belə deyək də çürüyüb. O sroku keçmiş suallardır. Hansı suallardır? Biz bunu öyrənirik. Bunun gələcəkdə bizə nə xeyri olacaq? Nə bilim, trigonometriyanın bizə nə xeyri? Bu başa düşmür ki, sən elm öyrənirsən, bu riyaziyyatı öyrənirsən ha. Sənin təfəkkürün inkişaf edir. Trigonometriyanı öyrənmək o demək deyil. Sən gələcəkdə nə bilim gedib bazara deyəcəksən ki, mən trigonometriya bilirəm, filan şeyi mənə pulsuz verin. Söhbət ondan getmir. Hər şeyi elə maddiyyatla ölçmür. Bu sənin formalaşdırır. Elə bir ki, sən rəy yerinə yazırsan ki, mən hərfləri niyə öyrəndim? O hərfləri niyə öyrəndin? Yazırsan da elə ona görə ən azından. Uşaq da ona demirəm. Ümumiyyətlə mən bunları da deməliyəm də. Ancaq belə bir köhnə fikir qalıb beyində. Bu bizim nəyimizə lazımdır? Öyrəndiyi hər şey ona lazım olacaqdır gələcəkdə. Bu nə deyim, çotqu yaşayırdı hər şey qaydasında. Yaxşıdır. Deyim bunun izahında. Qəşəng sualdır. Bu sual səhv eləmirəmsə topluda bundan 2 dənə var uşaqlar. Diqqət. Topluda bu sualdan 2 dənə var. Çox qəşəng sualdır. Topluda da var. Bir neçə dəfə blok imtahanında da təşkil olunur. Aydın oldu. Sualı bir daha deyirəm. Bərabər yanlı ABC üçbucağıdır. AB AC-yə bərabərdir. A bucağının tangensini verir, B bucağının tangensini soruşur. Bunu iki usulla rejimi dəyişmişsiniz. Hansı rejim? Nə rejim? Bu Tərlan favoritdir. Rejim hərdən olur da bir dəfə olur. Rejimi pozmuşam. Arada olur. Hər gün olmur da arada olur. Diqqət. Bunun həllini deyirəm sənə. Öyrən bir dəfəlik canlı qutar. Bir dəfəlik öyrən canlı qutar. Bax bura. İki usulla həll olunur. Ən rahatı budur. Götürürsən, nə edirsən? Buradan bura bir dənə perpendikulyar çəkirsən. Bir CN. Öyrən canlı qutar. Deyirəm. Buradan bura bir perpendikulyar çək. C-dən N-ə bir perpendikulyar çək. Bunu qırıq-qırıq özüm çəkdim ki, yəni sonradan əlavə edilmiş bir şeydir. Sonradan. Aydın oldu. Buradan çəkdim bura perpendikulyar. Qəşəng. A bucağının tangensi 4'də 3'dür. Bucağın tangensi nədir? Səbəb. Səbəb odur ki, sən bunu bilməlisən də əlavə qurmalar etməyi bacarmalısan da. Səbəb odur ki, işim alınsın. Məsələni həll edin. Elə bir ki, çayda boğulursan, üzüb çıxırsan. Bir də sənə qayda deyir ki, səbəb. Niyə üzdün sən? Niyə üzdün? Çıxmalıyam da ona görə. Qəribə suallar verirsin. A bucağının tangensi nədir? Qarşıdakı katetin bitişik katetə nisbəti. Aydın oldu. Yəni ki, NC-nin, bax bura, NC-nin AN-ə nisbəti 4'də 3'dür. NC-nin AN-ə nisbəti 4'də 3'dür. Siz harada dərs keçirsiniz? Yupiterdə. Hal-hazırda Yupiterdən canlı yayımda bura cavablandırırım. Sənə sual verirlər, normal cavablandır. A bucağının tangensi qarşıdakı katetin bitişik katetə nisbəti deyil. NC-nin AN-ə nisbəti 4'də 3'dür. Onda belə çıxır ki, uşaqlar, NC 3x-dir. AN də 4x-dir. Razıyıq? Bəli. Elə deyilmi?
Nc 4x'tir. Nc 3x, ayın da 4x. Apar yaz bura. Bura 3x. Yine şəkildə biraz eybəcər görünür, amma qorxusu yoxdur. Nc deyirəm 3x, bura deyirəm 4x. Onda bax bu düzbucaqlı üçbucağa görə bura 5x-dirmi? Məşhur Pifaqor ədədləri. Elə deyil. 3x, 4x, burada 5x olur. Axı, məsələdə demişdi sizə. Bərabər yanlı üçbucaqdır. Elə deyil. Bura 5x-dirsə, burada 5x-dir. Çünki bərabər yanlıdır axı. 5x bura, burada 5x olur. Bu da 7. Bütöv 5x, bu hissə 4x. Bura nə düşəcək? X. 5x-dən 4x çıxırıq. Niyə yalan danışırsan? Fizika dərsi deyil axı. Bələn təbii dərsidir. Görmürsən? Yazı bura. İndi bu üçbucağa görə, burada 90-dır axı. Bax, bu üçbucağa görə görə bilirsiniz. B bucağının tangensi. Tangens bucaq B bərabərdir. B bucağının tangensi nəyə bərabərdir? Yenə eyni şəkildə. Qarşıdakı katetin bitişik katetin nisbəti. Bitişik katetin nisbəti. 3x-in x-ə nisbəti. Bu da verdi 3. Nəhayət bu məsələnin həllini sizə çatdıra bildik. Aydın oldu. Bax, bir daha deyirəm. Buradan bura perpendikular indirdi. A bucağın tangensi nədir? Qarşıdakının bitişiyə nisbəti. 3-ün 4-ə nisbəti. 3x, 4x. Onda avtomatik bura 5x. Bərabər yanlı 5x ise burada 5x. Çünki bərabər yanlıdır. 5x bura 4x, bura düşdü x. İndi B bucağının tangensi yenə qarşıdakının bitişiyə nisbəti. 3x'in x-ə nisbəti, bu da bizə verdi 3. Aydın oldu. Mən bir də zarafat eləməyim mümkündürsə. Onlar bir dəfə deyil, zarafat edin, sonra eləməyəcəm. Bu kimdirsə, bunda baş gedib, bədən qalıb başsız. Hə. Növbəti bir möhtəşəm sual gəlir. X kvadrat çıx 3x çıx 1 bərabərdir 0. Hərdən rəy yerinə yazırlar. Yox, çatı zadı niyə bağlayayım? Rəy yerinə yazırlar. Görürəm, çox az yazırlar, amma yazırlar. Yəni, bu suallar imtahanda düşər. Bax, yəni bir dəqiqə 40 saniyəmizi ayıraq, bunu analiz edəkdir. Yəni, bu suallar imtahanda düşər. Təsəvvür edək ki, bu suallar imtahanda düşmür. Mən elə belə beşadsızlıqdan yazıram özüm üçün. Kökləri 2, 1. Gətir gündəliyi bura 2. Tez elə, tez elə. Bunun kökləri 2, 1. Hələ bax, yerinə qoy, gör ödəyir ya yox. Elə də qəşən səliqə ilə yazıb. Kökləri 2, nöqtəli vergül 1. Heç bir də ödəmir. Heç birisi ödəmir. Ödəmir, dümür. Səliqə ilə də yazıb 2.2 adı. Diqqətli ol. Bu kökləri irrasional ədəddir. X kvadrat çıx 3x çıx 1, 0. Tənliyin kökləri x1, x2'dir. Deyir x kub minus 1 bölünsün x kub ifadəsinin qiymətini tapın. Təşəkkür. Buyuraq hələ. X kvadrat minus 3x minus 1 bərabərdir 0. X kub minus 1 bölünsün x kub ifadəsinin qiyməti bizdən soruşulur. Qalmayın sualın qarşısında, sonra deyirlər görünmür. Bunu da yazaq, qəşən sualdır. Görək hələ. Kim neyinir? O 0 yazan kimdir? Bəxtini sınıyırsan. Hə? Elə də yazmışsan 0.
Deyir müəllim, bu düşər. Hə, düşər. Narahat olma. Keçək bunun həllinə. Baxın uşaqlar, x kvadrat minus 3x minus 1 bərabərdir 0, x kub minus 1 bölünsün x kub ifadəsinin qiymətini soruşur. Bu çox məşhur sual tipidir, nisbətən də çətindir. Öyrən, canlı qutar. Kökləri 3 sıfırdır deyirsən. Baxın, 0 ödəmir. Bax, heç lazım deyil bunun köklərini tapmağa. 0 yerinə yazsan ödəmir. 3 də yerinə yazsan ödəmir. Həlli. Həlli. Bu çox qəşəng sualdır. İndi özünüz də görərsiniz. Bu formada sualları da öyrənməyə cəhd edin. Misaldakı tənlik bu şəkildədir. Minus 1 bərabərdir 0. Çox zaman bu tənliklər elə verilir ki, bu tənliyin kökləri irrasional ədədlər olsun. Olur və həm də. İrrasionaldır, sən burada nə tapacaqsan? İrrasionaldır, köklərini tapsan, yerinə yaz. Astarı üzündən bahadır. Bunu götürüb belə yazırıq. X kvadrat minus 1 bərabərdir 3x. Yazmağa ixtiyarım çatır. Niyə çatır? Çünki burada qeyri-adi bir şey yazmamışam ki, x kvadrat çıx 1 bərabər. Bu mənfi 3x-də keçdi tənliyin sağ tərəfinə. Növbəti işin nədir? Növbəti işin budur ki, hər tərəfi x-ə böl. Çünki mesela burada 1 böl x. Burada da x-ə bölməlisən ki, 1 böl x alınsın. Xətt çəkdik, x-ə böl. X-ə böl. Böləkdə. X-ə böldükdə, x kvadratını x-ə böldükdə verər sənə x minus, bunu da x-ə bölsəm 1 böl x, bunu x-ə bölsəm 3. Gör nə qəşəng alındı. Heç buradan bu eybəcər bir şeydən bura gəlmək adamın bəzən ağlına gəlmir. Bura qədər gəldik. X minus 1 böl x 3'dür. Bunu yadda saxla. Bu sənə lazım olacaq. Bunu yadda saxlayırsan. Yadda saxladıktan sonra keçirsən bura. Bunun hazır düsturu var. X minus 1 bölünsün. X'in kubu minus plus. 3 dənə x minus 1 bölək x. Mənim müxtəsər vurma düsturları dərsində var. Bunların hamısını demişəm orada. İndi daha onun çıxarılışını falan deməyim də YouTube kanalında var. Çox lazımlı bir düsturdur. Çox istifadə edilirsə, öyrənib yadda saxlamaq yaxşıdır. Bəs deyirdilər, məhcula bölmək olmaz. Məhcul, qəşəng sual verirsən əslində. Bəs deyirdilər, məhcula bölmək olmaz. Məhcul sıfırdan fərqlidirsə, məhcula bölmək yox, onun canını da almaq olar. Məhcul sıfırdan fərqlidirsə. Aydın oldu. Yəni, riyaziyyatda belə bir şey yoxdur. Hərfə bölmək olmaz, məhcula bölmək olmaz, yoxdur belə bir şey. Məhcul sıfırdan fərqlidirsə, ona elə bölmək olar, belə ürəyin istədiyin kimi. Aydın oldu. Bizdə də məhcul burada sıfırdan fərqlidir, bax. Görürsən. Qutardı, getdi. Aparıb burada yerinə qoyuruq. Bu məşhur düsturdur. X minus 1 bölü x'in kubu plus 3 1 minus. Bunu aparıb yerinə yazaq. 3'ün kubu minus plus 3 vurulsun 3 bərabərdir. Bu da oldu. Neçə? 27 üstə gəl 9. Bu da bizə verdi 36. Bayaqdan bir çox izləyici burada 36 ard-arda yazırdı və onların hər biri doğru yazıblar. Təşəkkürlər hər birinizə. Bu belə. Növbəti funksiya ilə bağlı, canım ay funksiya. Funksiya ilə bağlı bir qəşəng sual, doğrudan bir qəşəng sual gəlir. Müəllim, çəkilin görmürəm. Bu kameranı biraz uzağa yerləşdirərəm gələn səfərdə. Mənim də maşallah biraz abyomum böyük. Əslində abyomum böyük deyil. Çox yaxından götürürəm ona görə. Mən adi həyatda görəndə deyirəm, ayda, müəllim, deyirəm, valla mənlik deyil. Bu yaxından yerləşdirmişəm ona görə. Müəllim, mən də qaydasını düz dedim. Dedin də valla düz demişsən. İllah düz demişsən. Rahat oldun. F 3x minus 7 bərabərdir x plus 2 x minus 4 f 3x minus 7
bərabərdir x plus 2, x minus 4. Deyir ki, f2-ni sən tap. Bax, belə bir qəşəng sual. Həlli. Görək bu kimə bəlli. Belə. Bunu da yazaq. Bəlkə canlı yayını bağladıq. f3 x minus 7, x plus 2, x minus 4'tür. Deyir f2'ni tap. Mənfi 5 edir cavab. Bilmem, baxın cavab variantlarında var mı belə bir cavab? Cavab variantlarında belə cavab var, bəli. İndi bilmirəm. Odur, o deyil. X'in yerinə 2 qoyulacaq. Yox. Bax, burada sən səhvə yol verdin. Qəti surətdə. Burada sən səhvə yol verdin. 3x minus 7 bərabərdir. Əhsən, 2 təmrini həll edirik. Bəli, bəli. Tamamilə doğrudur. Baxın bura. f3x minus 7 bərabərdir. X plus 2, x minus 4. f2 bizdən soruşur. Uşaqlar. Bizdən f2 soruşulur. Çox şagirddə, bax, problemli yer buradır. Götürür x'in yerinə 2 yazır. Axı sən x'in yerinə 2 yaza bilməzsən burada. O nəyi soruşur? f2'ni. f2 nəyin yerinədir? Bax, bunun yerinədir. Görə bilirik. Baxaq. f2 səndə nəyin yerinədir? Bunun yerinədir. Ona görə sən bunu bərabərləşdir 2'yə. Çünki budur, bu da 2'dir. Bunlar eynilikdə, bunların bərabərliyini götür. Gör ki, x'in yerinə neçə yazsan 2 olacaq ki, burada yerinə qoyasan. Onu bərabərləşdirirsən 2'yə. 3x minus 7 2'dir. 3x 9'dur. X də 2'yə bərabərdir. Onda f2 bərabər. X'in yerinə 3. Bayaqki izləyici kimi 2 dedi, mən də beynimdə qalıb 3. f2 tapmaq istəyiriksə, x'in yerinə 3 yazmalı. Bax, əsas bu formada misalların kulminasiya yeri bax buradır. Səhv yazdım. Hə, 3. Əsas yeri buradır. Biz bunu tapmaq istəyiriksə, f2'ni. X'in yerinə neçə yazmalıyam? 2 yazmalıyam. 3 yazmalıyam. Daha bax. Aydın oldu. f2 bərabər. X'in yerinə 3 yazsan, görürsən, alırsan 2'ni. Burada da yerinə yazdı 3. 3 üstə gəl 2, 3 çıxılsın 4. Hesablasaq 5 böl mənfi 1. Cavab oldu mənfi 5. Aydın oldu. Bu da belə. Bu oldu bu şəkildə. Mən yavaş-yavaş yayını bağlayayım. Səsim əyləşib, təsəvvür edirsiniz. Nə qədər danışmaq olur, hə? Belə. Sabahları OTK imtahanı var da. İnşallah onun da bəli, hər gün olur. Sabahları OTK imtahanı var. Onun da inşallah ki, imtahan qutaran kimi həmən sonra bax səhifədə canlı yayında inşallah. Qollarımı çırmalıyım. Görmədim, nəyi görmədim? Onların da izahını verəcəm. Belə. Yayını bağlayıram, amma yayın artıq 100'ə qalxır yenə. Belə, sizin hər birinizə uğurlar. Yazdıqlarınızı. Bax, amma YouTube kanalına yerləşdirirəm də, xəbərin yoxdur. Gecəniz xeyrə qalsın. Şirin yuxular müəllimə. Biz bunların hamısını mən YouTube kanalıma yerləşdirirəm. YouTube kanalı da bu TikTok'un adı kimidir. YouTube'da Nurlan Eynən, Əliyev Riyaziyyat yazın gələcək. Düzdür, YouTube kanalında TikTok'un canlı yayınlarını yerləşdirəndən sonra YouTube kanalına biraz nəzarət gəlib də belə deyək. Nəyə görə? Çünki bunların biraz rəqabəti var axı. YouTube kanalında TikTok'un canlısını YouTube'a yerləşdirəndə baxış sayı çox az gəlir. Nə bilim, 100 gələyə gəlmir. Onların rəqabəti var. Yenə onun da biri alsaydı bir nəfərin kimi bu canlı tutarardı. Belə. Hələlik mən getdim. Sizdən sabahları inşallah görüşərik. Hələlik.